Почему самураи делали харакири? Beləliklə, Yaponlar haqqında, harakiri haqqında danışdım. Bizdə də bir 40 nəfər var mı adam ki, azadlıq üçün, gözəl yaşam üçün özünü harakiri etsin. Başqa ölkələrdə, samuraylar üçün, ümumiyyətlə Yaponlar üçün, digər mübarizə aparan xalqlar üçün çox anlaşılmaz olur ki, insanlar nəyə görə ləyaqətsiz yaşam tərzləri, yəni onsuz da yaşamırlar. Necə bununla barışıb yaşaya bilərlər? Ona görə varmı harakiri etmək istəyən? Yox, siz gözləyirsiniz ki, başqaları harakiri etsin sizin əvəzinizə, siz xoşbəxt yaşayacaqsınız. Bu gördüyünüz kimi olmur. Harakiri özü çox çətin ayindir. Orada bardaş qurub oturan samuray soldan sağa kiçik xəncərlə qarnını kəsir və samuray əzab çəkməsin deyə arxasında başqa adam olur qılınçla ki, onun başını vursun. Samuray öz işini görə bilməyəndə, samuray ləyaqətsiz bir şeyə rast gələndə, onun ləyaqətini alçaldan, yəni Yaponlarda çox böyük məsuliyyət hissi var, özünü öldürür. Amma o toplum ki, heç öz adı ilə profildə öz adını yazmır, öz şəklini qoymur, özünü ortalığa qoymur, sadəcə saxta profillərlə mübariz olduğunu sanır və qorxaqlığına hər cür bəhanə ürətməklə qorxaqlığını örtbasdır edib, o toplumlar elə-belə də çürüyə gedəcəklər, çökər gedəcəklər. Biz bunu Rus toplumunda da görürük, Azərbaycan toplumunda da görürük, Türk toplumunda da və sair toplumda. Ruh lazımdır, ruh. Ruhun yoxsa yaşamağın da mənası yoxdur ki sənin. Duh samuraya. Duh Kafkaski Gor. Siz düşünürsünüz ki, hakimiyyətə oturanlar bezməyiblər. Məncə 23 il, 20 il adam necə bezməz? Bu da əl qolunu sallayıb çıxıb gedə bilməz ki. Gözləyir ki, meydana çıxasınız, tələb edəsiniz ki, İstifa, çıxın gedin. Evdə oturub bağırmaqla yox. Bəlkə onlar da gedərlər. Sən çıxmaq istəmirsən, öz qabığını çatlatmaq istəmirsən, gözləyirsən ki, sistemi quranlar onu sakitcə sənə təhvil verib geçsinlər. Kimə təhvil versinlər? Nə istədiyini bilməyən bir topluma mı?